Gençliği sözlerle demek çok çətin. Gençlik bəzən sevinç, biraz da qəmgin. Ama yine de ömrün ilkbahar çağı. Gençlik yaşamağa değer her an. Gənclik insanın sevimli dostlarındandır. Uşaqkən gəncliyə çatmağa çalışırıq, yaşlıyken gəncliyin həsrətini çəkirik. Gənclik uşaqlıq həvəslərini gerdə qoyaraq gələcək təməllərin atıldığı bir dövrdür. Gənclik mənim üçün fəsillərdə alır, arzularını uzatmaq, gənclik Gənclik gələcəyin özünləşdir. Gənclik böyük güc, böyük arzular, ümidlər deməkdir. Hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün önəmli, faydalı şəxsiyyət olmağa çalışmalıdır. İstərdim ki, Azərbaycan gəncləri yüksək ali təhsilli, yüksək mədəniyyətə malik olan, bacarıqlı, işində peşəkar və ən əsası da vətəni qoruyan, vətəni sevən gənclər olsunlar. Gənclik insanın müdürçülüyə aparan yolun başlanğıcıdır. Bu yolun bələdçisi isə yalnız elmdir. Hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Gənclik öz növbəsində böyük güc, böyük arzular, sağlam düşüncə deməkdir. Gənclər də bunun dəyərini bilib, vətəni, ailəsi, cəmiyyət üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır. Mən də öz növbəmdə bütün gəncləri və özünü gənc hiss edənlərin Gənclik Günü bayramını təbrik edirəm. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan gəncləri. Müasir Azərbaycan gənci öz vətənini, millətini, xalqını, dövlətini sevməli, qlobal inkişaf yollarında öz yerini tapmağı bacarmalıdır. Bu gənc humanist prinsiplərə əsaslanaraq məktəb, ailə və cəmiyyət üçbucağı çərçivəsində müəllim, valideyn və fərd mövqeyini tapmalıdır. Məktəbdə yaxşı şagird, ailədə yaxşı övlad, cəmiyyətdə isə yararlı bir vətəndaş olmalıdır. Azərbaycan gəncinin ilk başda duran vəzifəsi Azərbaycan Respublikasını müdafiə və mühafizə etməlidir. Hər zaman vətənimizi öndə görmək üçün bu biz gənclərin mütləq amalı olmalıdır. Hər bir müasir Azərbaycan gənci öz vətənini sevməli, onu qorumalı və ona sadiq olmalıdır. Milli mənəvi dəyərlərimizi daim öndə tutmalıdır. Azərbaycan dünyanın ən gözəl ölkələrindən biridir. Gələcək dedikdə böyük arzular, böyük ümidlər deməkdir. Azərbaycan gəncləri istərdim ki, yüksək mədəniyyətə, yüksək savada, yüksək biliyə malik olsunlar. 2 fevral Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edirəm. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan gəncliyi. Torpaqların 20% işğal altında olan bir respublikada yaşayan gənc üçün görə biləcəyim tək tövsiyə vardır. Üzərində addımladıqları vətən torpağının qarşısındakı məsuliyyətini, azadlıq məhfumunu öz qanları bahasına əldə etməyə nail olmuş şəhidlərin huzurunda öz borclarını dərk etməlidirlər. Müasir Azərbaycan gənci, layiqli vətəndaş, millətini sevən, əsl vətənpərvər olmalıdır. Azərbaycan Respublikasının ümumilli lideri Heydər Əliyev demişkən, Azərbaycanın gələcəyi Azərbaycan gənclərinin çiyinləri üzərindədir. Ona görə də Azərbaycan gəncləri hər zaman öndə olmalı, biliyə, savada yiyələnməlidirlər. Hər bir gəncimiz ali məktəbə girə bilər, ancaq savadlı olması üçün durmadan çalışmalı, gərgin mübarizə aparmalıdır. Vətənimizin gələcəyi, vətənimizin üzərində olan qara buludlar biz gənclərin əlindədir ki, onları məhv edək və geri döndərək. Zamanın hər parçasını millətinə, vətəni adına dəyərləndirən gənclik, uca missiyaları çiyinlərində daşıyan xalq qəhrəmanıdır. Çox qürur vericidir ki, müstəqil Azərbaycan Respublikasının istedadlı, savadlı gənclərinin sırasında təhsil mərkəzlərimizin öz payı vardır. Bu gənclərin sorağı Respublikanın ən nüfuzlu ali məktəblərindən gəlir. Onların sayı yüzlərlədir. Biz buna əminik ki, hörmətli Bünyad müəllimin qurduğu bu sistemdə, təhsil mərkəzlərimizdə istedadlı gənclərimizin sayı minlərlə olacaqdır. Əziz gənclərimiz, Gənclər Gününüz mübarək. Hər şeydən əvvəl mən bütün gəncləri belə bir gözəl gün münasibəti ilə ürəkdən təbrik edirəm. Onlara həyatda can sağlığı, uğurlar arzu edirəm. Arzu edirəm ki, vətənimizə, xalqımıza layiqli övladlar yetişsinlər. Gənclərə ən böyük mənim tövsiyəm, məsləhətim nə ola bilər? Birinci növbədə arzu edirəm ki, bu gənclərimiz qoy savadlı olsunlar. Yüksək
elmin nailiyyətlərinə nail olsunlar. Çünki cəmiyyətimizin, ölkəmizin, xalqımızın gələcəyi məhz bu gənclərdən asılıdır. Bu gənclərlə biz nəfəs almalıyıq və gələcəyimizi bu gənclər həll etməlidir. Birinci növbədə arzu edirəm ki, gənclərimiz yüksək savada malik olsun, yüksək qabiliyyətli olsun. Və bundan sonra mənim şəxsi arzumun bir nömrəli ondan ibarətdir ki, gənclər mübariz olsunlar, gənclər mümkün qədər prinsipial olsunlar və həm də eyni zamanda gənclər çox sadə olmağını arzu edirəm. Prinsipial bu mənada ki, qarşıya qoyulmuş məqsədə çatmaq üçün birinci növbədə zəhmətə qatlaşmaq lazımdır və ikincisi, prinsip kimi qarşıya qoyduğu məsələyə nail olmaq üçün bütün çətinliklərə, bütün əzablara dözməlidir. Ona görə də belə bir çətin, məsuliyyətli işdə, o cümlədən gələcəyimizin bunlara demək bir növü aid olduğunu nəzərə alaraq, gənclərə bu yolda xüsusi nailiyyətlər arzu edirəm, can sağlığı arzu edirəm, xoşbəxtlik arzu edirəm. Mən sözlərimə ümummilli liderimiz Heydər Əliyevin kəlamları ilə başlamaq istəyirəm. Müasir Azərbaycan gənci hər şeydən əvvəl, hər şeydən artıq müasir Azərbaycanın gələcəyi ilə maraqlanmalıdırlar. Müasir Azərbaycanın gələcəyini düşünməlidirlər. Və bu gənclər həyatda elə yaşamalıdırlar ki, əbədi bir mənşəl olub, bəşər həyatına işıq saçsınlar. Öz bilikləri, elmləri, savadları ilə başqa ölkələrin gənclərindən fərqlənsinlər və hər hansı bir ölkədə olurlarsa olsunlar, elmləri, savadları ilə o gənclərə bildirsinlər ki, fəxrlə deyə bilsinlər ki, biz Azərbaycanlıyıq. Mən bütün gənclərimizi 2 fevral Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm. Gənclik insan elə bir dövrüdür ki, hər kəs bu illəri çox maraqlı, mənalı keçirməlidir. Və mən gənclərimizə tövsiyə edərdim ki, onlar çox geniş dünya görüşlü, aktual olsunlar. Çünki bizim ölkəmizin gələcəyi onlardan asılıdır. Əziz gənclər, hamınızı 2 fevral Gənclər Günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə sevinç, xoşbəxtlik, səadət arzulayıram. Və sizlərə tövsiyəm budur ki, millətinizi sevin, dövlətinizi sevin, səriştəli, bacarıqlı, elmli insanlar olun və vətənə öz töhfənizi verin. Həmişə məsuliyyətinizi dərk edin. Gələcək sizindir. Bu vətən sizdən çox şey gözləyir. Siz onu qoruyub saxlamalı, müstəqilliyimizi xüsusən qorumalı, bu yolda öz bacarığınızı, canınızı, qanınızı əsirgəməlisiniz. Çünki biz bu müstəqilliyi qanla əldə etmişik. Həmişə daim özünüzə çalışın, elmləri öyrənin, yeniliklərə can atın və ən əsası həyatda özünüzü hədəf seçin və bu hədəflərə doğru qətiyyətlə, əzmkarlıqla irəliləyin. Gənclər tarixin bütün dövrlərində əsas hərəkət verici qüvvə olmuşdular. Məhz ona görə də əgər biz gənclərin potensialından layiqincə istifadə edəriksə, həm dövlət idarəçiliyində, həm iqtisadiyyatda, həm də mədəniyyətdə irəli getmiş olaraq. Məhz buna görə də 1997-ci il fevralın 2-sini ümummilli lider Heydər Əliyev Gənclər Günü kimi elan etdi. Çünki bu gün onun gənclərə olan dərin məhəbbəti və inamı həmin günü özündə əks etdirdi. Artıq bütün dünyada da bugün qeyd olunur, amma ilk dəfə bugün Azərbaycanda qeyd olundu. 98-ci ildənsə BMT-nin qərarı ilə dünyada Gənclər Günü qeyd olunmağa başlamışdı. Bəs gənclik nədir? Gənclik dedikdə ilk növbədə mənim gözümə təzəcə açılmış fidan qönçələr gəlir. O qönçələr nə qədər gözəl, fəravətli və ətirlidirsə, müasir gənclik də o cürdür. Mən bugünkü gəncliyə inanıram, çünki bu gəncliyə mən özüm də müəyyən bir töhfə verirəm. Mən bir müəllim kimi çox sevinirəm bugün. Ona görə sevinirəm ki, bugün mən bu gəncliyin yetişdirilməsində azacıq da olsa rolum var. Çünki bugün məhz elmi potensiallı, böyük dünya görüşünə malik olan, zəngin kamilliyə malik olan şagirdlərin yetişdirilməsində və bu da gələcəyin gəncləri deməkdir. Bizim də azacıq olsa rolumuz vardır. Mən bugünkü gənclərə nə tövsiyə edərdim? Əzizlərim, bugün siz gələcəyin təməlisiniz, dirəyisiniz.
Ona görə də hər şeydə öndə olmağı sizə arzulayıram. Arzu edirəm ki, siz ağlınızla, iradənizlə, cəsurluğunuzla və nəhayət saf mədəniyyətinizlə və mənəviyyatınızla öndə olasınız. Odur ki, Azərbaycan Respublikasının təməli bu günləri sizin bu zərif çiyinlərinizin üzərində durur. Sabahlar isə sizin bu çiyinləriniz möhkəmlənəcək və siz Respublikanın aparıcı qüvvələrinə çevriləcəksiniz. Hamınıza uğurlar arzu edirəm. Arzu edirəm ki, bizim gəncliyimiz həmişə gözəl və ləyaqətli olsun.